Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyətinin arasında o gərginliyin hökm sürdüyü günlərdə də mən nə deyirdim? Hətta beynəlxalq mətbuatda da bu barədə yazırdım. Xüsusi vurğulayırdım ki, Əliyev rejimi ilə Putin rejiminin ortaq maraqları var. Nə Putin istəməz ki, Əliyev də qoşulsun digər iki Cənubi Qafqaz Respublikasına və Cənubi Qafqaz bütövlükdə Avropaya inteqrasiya eləməsinə imkan yaransın. Nə də Əliyev istəməz ki, Putin rejimi məğlub olsun və Cənubi Qafqazda Avropanın, Qərbin artan təsirini Rusiyasız balanslaşdırmaq mümkün olmasın. Deməli, hər iki rejimin bir-birinə həyatı maraqları var. Yəni, onlar ikisi də demokratiyanın Cənubi Qafqazda möhkəmlənməməsindən ötürü bir-birinə ehtiyacları var. Və Rusiya ona görə də müəyyən güzəştə getdi. Çox cüzi bir, simvolik güzəştə getdi. Əgər əvvəllər ümumiyyətlə bizim təyyarəmizin vurulmasında öz iştirakını danırdısa, indi bu sonuncu dəfə çoxlu izahatlarla ki, Ukrayna puaları vardı səmada, biz onunla məşğul idik, özümüzün də hava hücumundan müdafiə sistemimiz bizim yaxşı deyildi. Belə çox saylı izahatlarla, amma hər halda Putin onu etiraf elədi. Ancaq bunu geriyə balaca bir addım atdı ki, bəli, bizim demək Grozny səmasında vurulmuş təyyarəmizin səbəbkarının Rusiya hava hücumundan müdafiə sistemi olduğunu yarım etiraf elədi. Amma tutulan yoxdur ki, həmin o demək bu işə görə gerçək cinayət məsuliyyəti daşımalı olan şəxslər məsuliyyət daşıyırmı? Yox. Azərbaycanlılar hələ də həbsdə qalırmı Rusiyadan? Bəli. Azərbaycanlıları işgəncə ilə öldürən hüquq mühafizə əməkdaşlarına qarşı tədbir görülürmü? Xeyr. Yəni çox cüzi bir addım atıldı. O üzrlə də bağlı ümumiyyətlə burada belə bir qəribə bir şou düzəltdilər ki, Putin üzr istəyib, o vaxt istəməmişdi, indi istəyib. Putin üzr filan istəmədi. Putin o zamanki telefon danışığın bir də danışdı ki, o vaxtı mən sizə zəng eləyəndə Rusiya səmasında bu faciə baş verdiyinə görə üzr istəmişdim. Yəni olduğu kimi hər şeyi təkrarladı. Amma həmin o yarım addım ki, geriyə atıldı, bu məsələdir Azərbaycan hakimiyyətinə ki, artıq ortalıqda olan o küsürlüyü aradan qaldırsınlar. Nəyə görə? Çünki ortaq maraqları vardı və Putin bunu çıxışında bir neçə dəfə vurğuladı ki, bizim ortaq maraqlarımız var. Və o ortaq maraqların başında gələn rejim maraqlarıdır. Bu regionda demokratiya möhkəmlənməsin. Bu regionda demək, bu avtoritarlar klubu zəifləməsin. Onlar məğlubiyyətə yaxınlaşmasın. Budur maraq. Ona görə də deməli müəyyən bir mənada kompromis tapıldı və addımlar atıldı. Amma elə təzəcə bunlar elan eləmişdilər ki, bu barışıqlarını Putin çıxdı və Azərbaycanla bağlı çox təhqiramiz bir açıqlama verdi. Azərbaycanı faktiki rus dilli ölkə adlandırdı. Mən xatırladım ki, məsələn, buna bənzər bir açıqlamanı Qazaxıstan haqqında vermişdi Putin və o zaman Tokayev Putinlə Qazax dilində danışmağa başladı. Putin çox pərt oldu, təcili tərcüməçilər, qulaqcıqlar axtardılar. Rusiya nümayəndə heyəti də, Putin özü də çox pərt oldu. Onun üçün gözlənilməyən situasiya düşdü və rus dilli adlandırıldığı üçün Qazaxıstanın prezidenti Putinlə hər kəsin gözünün qabağında Qazax dilində danışdı və onu tərcümə vasitəsilə eşitməyə məcbur elədi. Azərbaycandan sıfır reaksiya. İndi biz danışırıq, Cəmil müəllim danışır, Xalq Cəbhəsinin, Milli Şuranın müəyyən sayda fəalları danışır, bəlkə də 2-3 nəfər müstəqil adam, barmaqla sayılacaq qədər. Amma Azərbaycan hakimiyyətindən heç bir etiraz yoxdur. Bilirsiniz həm də nəyə görə etiraz yoxdur? Çünki əslində bu situasiyanı ilə Azərbaycan hakimiyyəti yaradıb da. Putinə o məlumatları kim verib ki, Azərbaycan faktiki rus dilli ölkədir? O məlumatların mənbəyi İlham Əliyev özüdür. İlham Əliyev bizim də gördüyümüz çıxışlarında deməyib ki, Azərbaycandan 1 milyona qədər insan rus dili öyrənir. Azərbaycanda 300-dən artıq məktəbdə rus dilində dövlət hesabına təhsil verilir. Bütün bu mənbələr hamısı odur. Azərbaycan hakimiyyətinin siyasətidir. Bugün xüsusən Bakı şəhərində hər hansı ciddi, böyük şirkətdə rus dilini bilmədən işə götürmürlər. Kim yaradıb bu vəziyyəti? Azərbaycan hakimiyyəti yaradıb. İlham Əliyev yaradıb bu vəziyyəti. Ona görə də bax, indi bizə o sözü deyirlər. Bu bizim üçün təhqirdir. Əlbəttə təhqirdir. Çünki müstəqil dili inkişaf etməyən ölkənin sabahda deyərlər ki, heç müstəqilliyi də yoxdur. Bugün əgər bizim dilimizi rus dilli sayırlarsa, artıq Azərbaycanın milli dilinə hörmətsizlik qoyurlarsa ortalığa, bir müddətdən sonra da
Azərbaycanı ümumiyyətlə elə SSR 2 layihəsinə qatmış olarlar. Buna çalışarlar. Ona görə də bu bizim milli təhlükəsizliyimiz üçün bəli, hədədir, təhdiddir. Və mən bu barədə ayrıca bir yazı yazdım. İndi bir daha izah eləmək istəyirəm. Nəyə görə bu hədədir bizim üçün? Çünki bu hadisənin iki pis tərəfi var. Birini mən qismən danışdım ki, Azərbaycan aşağılanır. Başqa bir ölkənin rəhbəri deyir ki, siz bizim dilimizdə, bizim ölkəmizin dövlət dilidir, sizin dövlət diliniz. Sizin özünüz diliniz yox kimidir, mənası budur onun. Siz rus dillisiniz, bizə bunu deyirlər. Və bu təhlükələr yaradır. Baxın, Ukrayna ilə münaqişədən əvvəl həmin bu söhbətlər var idi. Rus dilinə münasibət söhbəti vardı. Rusiyanın əsas bəhanələrindən biri Ukraynaya müdaxilə zamanı Rus dilinə münasibət idi. İndi Rusiya Dövlət Dumasında qərar dalınca qəbul edirlər Latviya qarşı. Niyə görə? Latviya öz vətəndaşlarından dil imtahanı götürür və Latviya dilini, Latış dilini öyrənməyən Rusları ölkəsindən xaric edir. Artıq 841 nəfəri ölkəsindən xaric edir. Və Rusiya dəyib bir-birinə qətnamə dalınca gəlir. Latviyanı təhdid edirlər. Yəni, dil məsələsi müstəqilliylə birbaşa bağlıdır. Dilə olan təhdid müstəqilliyə olan təhdiddir. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə ondan ibarətdir ki, məhz bu hakimiyyət Azərbaycanda demokratik institutları sıradan çıxarmaqla, Azərbaycanda insanları danışmağı, etiraz eləməyi, qadağan etməklə bu vəziyyəti yaradıb ki, indi Azərbaycan təhdid olunur, amma Azərbaycandan heç kimin səsi çıxmır. Ola bilsin ki, bəlkə müəyyən bir müddətə qədər birinci şəxs, dövlət başçısı şəxsən hansısa bir fürsəti gözləyənə qədər susa bilərdi. Amma bunun nazirləri vardı, deputatları vardı. Niyə danışmırlar? Çünki Azərbaycanda danışmaq qadağan olunur. Baxın, bir anlıq düşünün ki, eyni şeyi Putin Gürcüstan haqqında, Ermənistan haqqında deyə bilərdimi? Yox, əlbəttə ki. Birincisi ona görə deyə bilməzdi ki, nə Gürcüstanda, nə Ermənistanda Rus dili Azərbaycandakı kimi meydan sulamır, at oynatmır. Yox da orada artıq Rus dilinin əvvəlki imtiyazları. Birincisi, faktoloji əsası yoxdur Ermənistanı və Gürcüstanı Rus dilli dövlət adlandırmaq üçün. Hətta birdən hansısa motivlə bunu demiş olsaydı da, Gürcüstan cəmiyyəti də, Ermənistan cəmiyyəti də bizə baxanda xeyli dərəcədə demokratikdir və orada demokratik institutlar var, insanlar danışa bilir. Etiraz eləyəsə adam çoxdur orada. Etiraz eləmək dərhal həbslə nəticələnmir. Ona görə də təsəvvür edin, belə bir açıqlama Gürcüstan və Ermənistan haqqında gəlsəydi, Gürcüstandan nə qədər hökumət üzvü, deputat, eləcə də Ermənistandan ona cavab verərdi. Gürcüstanın, Ermənistanın ziyalıları mövqe qoyardı ortalığa. Bəs Azərbaycanda niyə bu mümkün deyil? Niyə? Ona görə ki, Azərbaycanda tək adam hakimiyyəti formalaşıb. Azərbaycanda təkcə vətəndaş cəmiyyəti məhv edilməyib. Azad mətbuat məhv edilməyib. Müxalifət hər cür imkandan məhrum edilməyib. Azərbaycan hökumətinin özünə də siyasət qadağan edilib. Azərbaycan hökumət üzvlərinin danışmaq səlahiyyəti yoxdur. Hamı oturub gözləməlidir ancaq İlham Əliyevin nə deyəcəyini. Azərbaycanlı deputatların indi hər nə yollansa təyin olunublar. Onların danışmaq hüququ yoxdur. Onlar icazəsiz danışa bilməz. İcazəsiz etiraz eləyə bilməz. İcazəsiz vətənpərvərlik də eləyə bilməz. Baxın, görün, biz sizə deyirdik ki, bu hökumətin ayrı-ayrı zamanlarda təşkil etdiyi o vətənpərvərlik şovları da icazəlidir. Əgər bu adamlar gerçək vətənpərvər idilərsə, nəyə görə icazə istəyirdilər prezident aparatından, İlham Əliyevdən? Danışmalıydılar. Putinin cavabını verməliydilər. Deməli ki, Azərbaycanda demokratik institutların bu dərəcədə sıradan çıxarılması milli təhlükəsizliyimizə təhdiddir. Sabah birdən Putinin başqa fikirləri olsa, başqa ambisiyalar yaransa, nəzəri cəhətdən məsələn belə deyək, əgər günün birində məsələn Putin və Əliyev razılığa gəlsələr ki, Azərbaycan da qoşulsun Rusiya-Belarus ittifaqına, vahid dövlətə. Axı Rusiyanın olsa belə planı vardı. Bilirsiniz ki, Ukraynaya hücum zamanı da əsas məqsəd bu idi. Ukraynada oyuncaq bir hökumət qurmaq, Lukashenko rejimi kimi və sonra da təzədən SSR necə dağılmışdı? 3 Slavyan Respublikasının deməli birgə bəyanatı ilə. İndi də həmin o 3 Respublika birlikdə SSR 2 layihəsinə start versinlər, sonra da digərlərini hədələsinlər, heç böyüşə də ehtiyac olmasın, onların hamısı qoşulsun həmin bu yeni ittifaqa.
Putinin senarisi bu idi. Ukrayna xalqı bunu yerdən yerə vurdu. Amma təsəvvür eləyək, nəzəri cəhətdən. Putinlə Əliyev razılaşır. Kim etiraz edəcək ona? Biz gördük artıq. Dilini qorumağa cəsarəti olmayan adamlar dövlətini də qorumağa cəsarət eləməyəcəklər. Əslində dilə bağlılıq dövlətdən də üstün olmalıdır. Çünki dövləti olmayanların da dili var. Amma dili olmayanların dövləti yoxdur. Sən bugün dilini belə qorumağa cəsarət eləmirsənsə icazəsiz. Sən o dövlətini necə qoruyacaqsan? Deməli bizim dövlətimiz təhlükədədir. Nəyə görə bəs müxalif cinahdan da səslər az gəldi? Çünki müxalifət düşərgəsini sarsıdıblar. Nə qədər adamı əziblər, mövqeyini dəyişməyə məcbur ediblər. Nə qədər insanı satın alıblar, nə qədər insanı həbs ediblər. Ölkədə danışası, etiraz eləyəsi, barmaqla sayılacaq qədər adam qalıb. Onların da hər günü həbs təhlükəsi altında. Bu milli təhlükəsizlik məsələsidir. Bax, mən bunu sizə də deyirəm. Beynəlxalq təşkilatlara da deyirəm. Verdiyim müsahibələrdə siz onları oxuyursunuz. Bəli, bugün Azərbaycan üçün demokratiya, insan haqları sadəcə yaxşı idarə etmədən ötürü lazım deyil. İstənilən halda demokratiya və insan haqları, demokratik idarə etmə, azad seçki, azad mətbuat bu yaxşı şeylərdir. Azərbaycan xalqı bunu haqq edir. Amma təkcə buna görə yox. Azərbaycanda bugün yaranmış tək adam hakimiyyəti, Azərbaycanda demokratik institutların sıradan çıxarılması, insanlara danışmaq, etiraz eləmək mədəniyyətinin yadırğanması, onları faktik qadağa altında yaşaması milli təhlükəsizlik məsələsidir. Sabahları bu ölkənin milli müstəqilliyinə bir təhlükə yarananda bu başdan ayağa qorxudulmuş, özünü senzuraya məcbur edilmiş insanlar, başdan ayağa tabeçiliyə alışdırılmış insanlar sabahları dövlət müstəqilliyini qorumaq üçün də cəsarət etməyəcəklər. Ona görə də biz bunun fərqində olaq. Biz bunun fərqində olaq ki, Azərbaycanda bugün demokratik institutların sıradan çıxarılması, insanlara danışmaq imkanının, etiraz etmək imkanının verilməməsi təkcə demokratiyanın ağzını qapatmaq deyil, demokratik institutları məhv etmək deyil. Bu həm də Azərbaycanın milli müstəqilliyinə təhlükə yaratmaq deməkdir.